Deməli, birinci sualda deyir ki, müəllim müzakirənin aparılması ilə bağlı proseduru şagirdlərin diqqətinə çatdırır. Ümumiyyətlə, şagirdlərlə müzakirə aparacağıqsa, bir iş fəaliyyətidir, nə bilim, sinif fəaliyyətidir, fərqi yoxdur. Bu ilə bağlı proseduru, ümumiyyətlə, yadınızdadır, demişdik, var prosedurlar, var qaydalar. Prosedur nə üçün idi? Prosedur sinifdə, belə deyək də, sinif fəaliyyətinin tənzimlənməsi üçün, sinif fəaliyyəti deyəndə dərsin izahıdır, sual-cavab, müzakirə prosesidir, iş formaları, iş üsulları zamanı yaranan o işgüzar mühitdir və s. Burada problemlər yaranmasın deyə, burada xaotik səsküylər yaranmasın deyə biz prosedurlar tərtib edirik, düzdürmü? İndi burada da müəllim müzakirənin aparılması ilə bağlı proseduru şagirdlərin diqqətinə çatdırır. İzah etməliyik bu arada. Tutalım ki, mən vərəqlərin paylanılması ilə bağlı bir prosedur şagirdlərə tətbiq edirəm və mən bunun nədən ibarət olduğunu şagirdlərin diqqətinə çatdırıb izah etməliyəm. Əvvəlcə şagirdlər prosedura həvəslə riayət edirlər, lakin qısa müddətdən sonra prosedura əməl etmək onlar üçün maraqsız olur. Nəticədə xaotik müzakirə müşahidə edilir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Prosedur da, qayda da, gözlənti, ümumiyyətlə sinifin idarə etməsi ilə bağlı bütün məsələlərdə nə vaxt problem yaşaya bilərik? Orada bizim bir neçə amil var idi ki, İlk məsələ, bunu qoymuşam, uşağı başa salmamışam, nədən ibarətdir prosedurun yoxsa qaydanın. İkinci bir məsələ, özüm əməl etmirəm. Üçüncü bir məsələ, bir müddət edirəm, görürəm ki, səmərə vermir, əl çəkirəm. Yəni, cavablar... Yəni, müəllim burada israrlı olmalıdır da, cavab Bəli, israrlı olmalıdır. Müəllim israrlı olmalıdır. İndi cavablarımızdan baxaq görək. A-da deyir, müəllim prosedura əməl etməyir. Cəza məsələlərini həmişə doğru variantlarımızdan silirik. Bilirsiniz ki, metodika kurikulum cəzanı çox da dəstəkləmir, yəni. Maksimum həddə çatana qədər dəstəkləmirik. Cəza da hər hansısa bir metodiki cəza ola bilər. Söhbət fiziki cəzadan getmir. A-nı silirik. B-də müəllim şagirdlərə proseduru əyani olaraq göstərməyib. Baxın, burada əyani olaraq əgər göstərməsəydi, uşaqlar bir müddət deyir, həvəsinə riayət edirlər. Əyani olaraq onu göstərməsəydi, uşaq ümumiyyətlə ona riayət etmək necədir, bilməyəcəkdi. C-də deyir ki, müəllim prosedurun tətbiqində israrlı olmayıb. O, bayaq bir ifadə dedimi, biraz deyir, sonra saxlayır, ya yadından çıxır, ya əhəmiyyət vermir çox da. Adətən yeni işə başlayanda, sentyabrda, dərs ilinin əvvəlində, müəllimlər böyük həvəslə başlayırlar. Elə bir mən özüm olum, prosedur, qayda. Bir müddətdən sonra nə yalan deyim, elə bir yorulursanmı ya nədirsə, biraz görürsən ki, axsadım, amma bunu etməməliyik. Daimi olaraq bunu tətbiq etmişiksə, israrlı olmalıyıq. Ta ki, vərdiş halına çevrilənə qədər. Cavabımız C bəndidir, amma digərlərini də oxuyaq. D-də deyir, müəllim proseduru gözlənti və qaydalarla möhkəmləndirməyib. Ümumiyyətlə, proseduru gözlənti və qaydalarla o zaman belə deyək, möhkəmləndirə bilərik ki, heç belə deyək də, burada artıq bir nizam-intizamsızlıq baş verir. Uşaq dərs zamanı hansısa bir qayda pozuntusuna, bir belə deyək də, davranış pozuntusuna yol verərsə mən orada qayda qoya bilərəm. Yoxsa ki, ehtiyac yoxdur. Y-də də deyir, müəllim proseduru yazılı şəkildə şagirdlərə təqdim etməyib. Edib, yenə də deyirəm, bir müddət riayət edirlər, sonra həvəs göstərmirlər. İstəyirəm. Ümumiyyətlə, qayda da prosedurda israrlı olmalıdır, müəllim məşq etməlidir, möhkəmləndirməlidir. Bunlara diqqət yetirək. Bir də qısa şəkildə deyim ki, prosedur sinif fəaliyyəti zamanı qoyulan, belə deyək, sinif idarə etməsində lazım olan bir prosedurdur. Qaydalar isə şagirdin davranışı ilə bağlı olur. Məsələn, dərsə gecikməmədir, nə bilim, məktəbli formasına riayət etmə məsələsidir və s. Yəni, davranış, dərsdə səs salmamaq məsələsidir. Davranışla bağlı qayda qoyuruq. Sinif fəaliyyəti ilə bağlı isə prosedur tətbiq edirik. 2. Gözləntilərin olmasına baxmayaraq, bir neçə şagird mütəmadi olaraq dərsə hazırlıqsız gəlir və nəticədə tədris göstəriciləri aşağı olur. Bu halda hansı tədbir göstərmək effektiv olar? Bayaq belə bir şey dedim ki, prosedurdur, gözləntidir, xüsusilə də gözlənti. Nə zaman
nə edə bilərik? Məsələn, gözlənti qoydum, görürəm ki, yenə də uşaq bu gözləntiyə riayət eləmir, bir nəticə vermir və s. Burada artıq keçirəm qaydaya. Gözlənti nəticə verməyəndə qayda tətbiq etməliyik. Bu bir mənalıdır. İndi cavablarımızda da ona uyğun bir şey axtaracağıq. Ada deyir, davranışa uyğun prosedur. Dərsə hazırlıqlı gəlin Qayda. gözəntisini qoyun. Qayda, bəli. Yenə də deyirəm. Prosedura, bayaq cümləmizin də içində var idi. Prosedurdur, gözləntidir, mütəmadi olaraq uşaq artıq buna riayət etmirsə və bu bir davranış belə deyək, pozuntusuna çevrilirsə, burada qayda qoymaq lazımdır. Məsələn, C-də gözlənti yox, yəni gözləntiyə riayət eləmirsə, ehtiyac yoxdur təzədən bir də gözləntini qoymaq, gözlənti ehtiyac yoxdur. 7-dir, ev tapşırıqlarını etmədən dərsə, uşağın problemi ev tapşırıqları ilə bağlı yox, dərsə hazırlıqsız gəlmə ilə bağlıdır deyə dərsə hazırlıqlı gəlin qaydasını qoyacağıq. 3. Müəllim şagirdlərə biri-biri ilə münasibətlərə dair esse yazmağı tapşırır. Bu tapşırıqla müəllim nəyi müəyyən etməyi hədəfləyir? Orada ümumiyyətlə bu sualların çoxsu sinif idarə etməsi ilə bağlıdır. Orada şagirdləri məsələn esseni biri-biri ilə münasibət məsələsidirsə, aydın ki, bu dərsə aid, yəni akademik nailiyyətə aid bir şey deyil. Dərslə bağlı olan cavablarımızı siləcəyik. Biri-birinə münasibətləri, yəni daha çox uşaqların bir-birini tanıması üçün, biri-birinə münasibətlərini yaxşılaşdırmaq üçün və s. edə bilərik bunu. Ona görə də ada qrammatik səhvlər məsələsini silirik. Yenə də deyim, bir-birinə münasibətdirsə, məqsədim onun üçün esse yazdırmaqsa, qrammatik səhvin nə əlaqəsi? B-də deyir, bullyingin müəyyən edilməsi. Bəli, məsələn, sinifdə bir bullying halı baş verib, şübhələnirəm ki, filan uşaq arasında ola bilər, edə bilər və s. Aralarındakı münasibəti aydınlaşdırmaq üçün ən yaxşı variantlardan biri də onlara esse yazdırmaqdır. Biri-birinə münasibətləri barədə. Esseni oxuyan zaman artıq bir uşağın digər bir şagirdi və yaxud ümumiyyətlə uşağın digər şagirdlərə qarşı olan münasibəti meydana çıxacaq. C-dir, esse üslubunun müəyyən edilməsi. Yenə də deyirəm, bu dərslə bağlı məqsədimiz dərslə bağlı deyil, C-ni də atıram. D-də akademik bilik. Akademik bilik, dərsə aid və s. bunların hamısını silirik. Bullyingin müəyyən edilməsi. Söhbət biri-biri ilə münasibətlərə dair esse yazmaq tapşırılır. Məqsəd ya burada şagirdlərin bir-birini deməyə, daha çox ya şagirdlərimizi tanıma baxımından yazdıra bilərik biz esseni. Ya da məsələn, sinifdə bayaq da dediyim kimi bullying halı baş veribsə, bunu müəyyən etmək üçün yazdıra bilərik. B. 4. İlk valideynlər iclasında Arzu xanım sinif rəhbərindən övladı haqqında yalnız mənfi rəylər almışdır ki, biz deməliyik ki, ilk iclas pozitiv keçməlidir, daha çox şagirdə müsbət tərəflər vurğulanmalıdır. Əks halda valideyn məktəbdən və yaxud müəllimdən qaça bilər, soyuya bilər, maraqlanmaya bilər və yaxud məktəblə, siniflə bağlı negativ onda hisslər formalaşa bilər. Çalışmalıyıq ki, ilk dəfədən loru dildə deyək, qorxutmayaq. Daha çox şagirdin uğurları və pozitiv məsələlər barəsində söhbət edək. Bu andan etibarən Arzu xanımda bununla bağlı negativ hisslər formalaşmış və nəticədə o tez-tez valideyn iclasından yayınmağa başlamışdır. Bunun baş verməməsi üçün sinif rəhbəri nə edə bilərdi? Valideynə pozitiv məzmunlu mesaj göndərə bilərdi. Əslində, pozitiv məzmunlu mesajı göndərə bilərik, amma söhbət sinif iclasından gedir. Yəni, pozitiv məzmunlu məktubu əsasən dərs ilə açılmamışdan qabaq göndəririk ki, məsələn, əziz şagirdlər, əziz valideynlər, darıxmışam, sizi həvəslə gözləyirəm və s. Bilirsiniz, time-da o hissələr var, hansı hissədən danışdığımı anladınız yəqin ki. Ona görə A bizim üçün bunun baş verməməsi üçün sinif rəhbəri nə edə bilərdi? B-də deyir ki, sinif saytında xəbər bülteni yarada bilərdi. Sinif saytında xəbər bülteni adətən bir elanın paylaşılması zamanı lazım olan bir məsələdir. Tutaq ki, sinifdə bir tədbir olacaq, bununla bağlı bir elan var və mən onu orada xəbər bültenində elan etməliyəm. Bu zaman lazım olardı mənə. C-də deyir ki, ilk iclasda şagirdin daha çox pozitiv tərəflərini vurğulaya bilərdi. Biz bunu bayaq dedik.
D-də də deyir, akademik ilin əvvəlində valideynə salamlama məktubu göndərə bilərdi. Bunlar doğrudur ha. Baxın, doğrudur. İlin əvvəlində valideynə salamlama məktubu göndərməliyik, pozitiv məzmunlu mesaj göndərməliyik. Valideynə şagirdin irəliləyişi haqqında məlumat göndərə bilərdi və s. edə bilərik. Amma burada məsələ ilk valideyn iclasıdır. Valideyn iclasında valideynin negativ hissləri formalaşır. Söhbət valideyn iclasından gedir, yəni. Orada nələr etməli idi ondan. İlk iclasda şagirdin daha çox pozitiv tərəflərinə vurğulaya bilərdi. Bu kimi cavablarda diqqətli olun. Situasiya ilə seçdiyiniz cavab uzlaşsın. 5. Gündəlik planlama zamanı formativ qiymətləndirmə əsasən nəyə xidmət edir? İlk başda asan sualdır. Bu arada sertifikasiyada da, MİQ-də də həmişə bu formativ bu ildə oldu. Məsələn, sertifikasiyaya gedən müəllimlərdən soruşa bilərsiniz. Formativ qiymətləndirmə ilə bağlı dediklərinə görə də sadə sualdır. Təxmini sual bu formada olub. Ona görə də formativ qiymətləndirməni təkrar edib getməyinizi tövsiyə edirəm. Gündəlik planlama zamanı formativ qiymətləndirmə əsasən nəyə xidmət edir? Həmişə deyirik, formativ qiymətləndirmə ilə bağlı cavab axtarırıqsa, izləmə məsələsini axtarmalıyıq. İzləmə. Ölçmə summativdədir. Nailiyyət sözü, ölçmək sözü, qiymətləndirmə, dəyərləndirmə summativdədir. Formativ qiymətləndirmədə məqsədim təlim nəticəsinə çatmaqdır. Bir də şagirdin irəliləyişini izləməkdir. İndi A-da deyir, şagirdin intellekt növünü üzə çıxarmağa nə əlaqəsi? B-də deyir, təlim nəticələrinin reallaşmasına. Formativ qiymətləndirməni niyə eləyirik? Nəyə görə keçiririk? Ki, baxım görüm, təlim nəticəmi reallaşdırmışam, çatmışam məqsədimə, yoxsa yox? C-də deyir, məzmuna nə qədər? Ölçmə məsələsi, kəmiyyətlə, baxın, ölçmə, kəmiyyətlə ölçmə, planlaşmanın effektivliyini ölçmə. Bunların hamısı summativlə bağlı məsələlərdir. Təlim nəticəsinə çatma, reallaşdıra bilmişəm, bilməmişəm və yaxud da yenə də deyirəm, şagirdin irəliləyişi haqqında məlumat alma məqsədli bu cavablar olacaq, yəni formativ qiymətləndirmədə. 6. Planlaşma ilə bağlı verilənlərdən hansı yanlışdır? Yenə də Müəllimə sözünüzü kəsdirəm. buyurun. İmtahanın vaxtı 4 iyul. Nə gözəl. Təbrik edirəm. Xeyirli İnşallah uğurlu olsun. xeyirlidir. Hər il biraz qabağa çəkirlər. Hər il biraz tez işləyir. Əslində tez olmağı İnşallah. yaxşıdır. Əlavə stressdən yəni tez verib bitirmək, can İnansız yorulmuşam üzə. Bəli, hər kəs yorulub, beyin yorulub, yorğun bir beyinlə də imtahana getmək, yəni həmişə yaxşı nəticə verməyə bilir. 6. Planlaşma ilə bağlı verilənlərdən hansı yanlışdır? Yanlış axtarırıq. A-da deyir ki, gündəlik planlaşmanın əsas elementlərindən biri dərsin məqsədini müəyyənləşdirmək. Bəli, gündəlik planlaşmada elementlər var idi da. İlk dərsin məqsədi idi, sinif fəaliyyəti idi, formativ qiymətləndirmə idi, orada hansı resurslardan istifadə etməliyəm, buydu. Ona görə dərs A doğru bir cavabdır. B-də deyir ki, illik planlaşma zamanı ilk olaraq fənnin siniflər üzrə təlim nəticələrinə diqqət etmək lazımdır. Bu da doğrudur. İllik bərabərdir siniflər üzrə. Tutalım ki, bu il mən filan 7-ci sinifdə nələrə çatmalıyam, hansı məqsədlərə çatmalıyam. Bu siniflər üzrə təlim nəticəsidir. C-də deyir ki, geriyə planlamadan istifadə dərsin effektivliyini artırır. Bəli, biz planlaşma mövzusunda geriyə planlama barədə danışmışıq. Məqsəd, qiymətləndirmə, fəaliyyət məsələsi. Geriyə planlama gündəlik təlim nəticəsinin effektivliyini daha da artırır. D-də deyir ki, nəticədən planlama zamanı formativ qiymətləndirmənin necə aparılacağı mütləq göstərilməlidir. Nəticədən planlama bilirdiniz də nə idi? Birinci məqsədi qoyurdun, təlim nəticəsini. Təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı və yaxud da qiymətləndirmə üsul və vasitələrini seçirdin. Bir də fəaliyyəti seçirdin. Yəni, bunların hamısı nəticədən planlama idi. Geriyə planlama, nəticədən planlama, eyni təxmini, eyni ifadələrdir. Burada da formativ qiymətləndirmənin necə aparılacağı mütləq şəkildə göstərilməlidir. Yəni, hansı üsulla edəcəyiksə, bunu gündəlik planlamamızda yazırıq da. İndi planlama yazan müəllimlər biləcəklər. Y-də də deyirik ki, qiymətləndirmə üsul və vasitələri
təlim fəaliyyətlərinə uyğun. Baxın, baxın, həmişə müəllimlər o Time-da yazılan bir cədvəl var, oranı qarışdırırlar. Orada belə yazılıb. Daha doğrusu təlim məqsədi və yaxud da təlim nəticəsi. Sonra belə xətt çəkilib qiymətləndirmə yazılır. Bir dənə də xətt çəkilib fəaliyyət yazılır. Müəllimlər elə başa düşürlər ki, fəaliyyət qiymətləndirmədən çıxır, ona uyğun olur. Xeyr, baxın, həm qiymətləndirmə, həm təlim fəaliyyətləri, təlim fəaliyyəti deyəndə iş üsulları və iş formaları nəzərdə tutulur. Həm qiymətləndirmənin üsul və vasitələri, həm təlim fəaliyyətinin özünün üsul və vasitələri, bunların hamısı təlim məqsədinə uyğun müəyyənləşdirilməlidir. Burada təlim fəaliyyəti yox, təlim məqsədinə uyğun müəyyənləşdirilməli olmalıydı. Burada diqqətli olun. Bu kimi suallardan da adətən istifadə edilir imtahanlarda. 7. Sinifdə bullying halını müəyyən etmək üçün verilənlərdən hansından istifadə məqsədə uyğun deyil? Baxaq, A-da deyir ki, sinifdə şagirdlərin öz fikirlərini ifadə etməsi üçün təhlükəsiz bir mühit yaratmaq. Tamamilə doğrudur. Biz deyil axtarırıq bu arada. Bəli, təhlükəsiz bir mühit yaratmalıyam, çox rahat olmalıdır ki, mən burada fikirlərimi, məni heç kim yargılamayacaq, heç kim günahlandırmayacaq, fikirlərimi sərbəst bir şəkildə, təhlükəsiz bir mühitdə ifadə edə bilərəm. A doğrudur. B-də deyir ki, məktəbdəki təcrübələr haqqında esse yazmaq, bayaq dedik, esse yazdırıb, onların fikirlərini, münasibətlərini, düşüncələrini oxuyaraq onlar haqqında artıq müəyyən bir fikrə gələcəkdir. Esse yazmaq yaxşı bir addımdır. C-də deyir ki, sinifdə mənəvi dəyərlər aşılamaq. Baxın, sinifdə mənəvi... Bir dəqiqə, bax. Sinifdə mənəvi dəyərləri aşılamaq yaxşı bir şeydir. Amma burada deyir ki, bu bullying halı baş verməsin deyə atılan addımdır. İndi bir dənə bullying mövzusunda dərsin sonlarına yaxın, orada 2 dənə məsələ var. Ora həmişə müəllimlər qarışdırır, diqqətdən qaçır. Var bullying halının baş verməməsi üçün atılan addımlar. Var bullying halı baş verdikdən sonra atılan addımlar. Orada ayrı-ayrı hər birinə aid ifadələri yazıblar. Məsələn, baş verməməsi üçün uşağa dəyərlər formalaşdırmaq, uşaqlar bir-birini tanıması üçün şərait yaratmaqdır. Sinifdə mehriban bir mühit, pozitiv bir mühit yaratmaqdır və s. Bir neçə meyarlar var orada yazılı. Onların içində biri də sinifdə mənəvi dəyərləri aşılamaqdır. Mənəvi dəyərlər deyəndə, yəni bir-birinizə hörmətlə yanaşın, bir-birinizə empatiya hissi ilə yanaşın, bir-birinizlə mehriban olun, bir-birinizə hörmət edin və s. mənasında mənəvi dəyərlərdən söhbət gedir. Bunu etməliyik, amma yenə də deyirəm, bullying halı baş verməmə üçün. Tutaq ki, bir bullying halı baş veribsə, düz deyil sinifdə, filankəsə bullying edib. Ha, bundan sonra mənəvi dəyərlər aşılayım. Edə bilərəm, amma çözüm üçün edə bilmərəm də bunu. D-də deyir, anonim sorğu aparmaq, bəli, çox yaxşı üsullardan biridir. Anonim şəkildə sorğu aparırıq, heç kimin adı orada görünmür, ona görə də şagirdlər rahat bir şəkildə qatıla bilirlər o sorğuya. Y-də də deyir, digər müəllimlərlə ünsiyyətdə olmaq, yəni, məsələn, soruşuram filan coğrafiya müəlliməsindən ki, son dövrlərdə filan şagird haqqında bir dəyişiklik görürsünüzmü, bir problem yaşayırsınızmı və s. digər müəllimlərlə ünsiyyətdə ola bilərəm. Bu da doğru addım olar. Yenə də deyirəm, mən burada qısa şəkildə danışdım, amma bullying mövzusunda son səhvədə bullying halının baş verməməsi üçün atılan addımlara baxın, bir də bullying halı baş verdikdən sonra nələr edə bilərəm, hansı addımları ata bilərəm, onlara baxın. 8. İlk valideynlər iclasında Samirə xanım sinif rəhbərindən övladı haqqında, elə bir yazdıq axı, yalnız mənfi rəylər almışdır, ki, yanlışdır, bayaq da dedik ki, bu andan etibarən Samirə xanımda bununla bağlı negativ hisslər formalaşmış və nəticədə o tez-tez valideyn iclaslarından yayınmağa başlamışdır. Bununla sinif rəhbəri Samirə xanımın valideynlər iclasına qarşı olan münasibətini bu dəfə dəyişmək üçün nələr edə bilər? Maraqlı sualdır. Nələr eləyə bilər ki, valideynin negativ fikirləri dəyişsin? A-da deyir ki, valideynin şagirdin irəliləyişi haqqında məlumat göndərmək. Yəni, şagird haqqında pozitiv şeylər, irəliləyiş haqqında. Bunu saxlaya bilərik əslində. Bir dənə də baxaq, amma yenə də birdən daha
optimal bir variant olar. B-də deyir, valideyn iclaslarının sayını artırmaq. Baxın, ümumiyyətlə biz metodikada artıq çox valideyn iclaslarını dəstəkləmirik. O əvvəlki kimi ayda bir dənə valideyn iclası çağıraq, hamını tökək ora, o valideynin yanında bu uşaq haqqında danışaq, bu uşağın haqqında o valideyn haqqında. Biz bunları dəstəkləmirik metodikada. Ümumiyyətlə, valideyn iclaslarının sayının çox olmasını da dəstəkləmirik. Çünki şagirdin valideyni ilə təkbətək danışmaq, konfidensiallığı qorumaq şərti ilə birbaşa valideynlə əlaqə saxlamaq daha məqbul sayılır. Ona görə B-ni götürə bilmərik. C-də deyir, bu hal məktəb rəhbərliyinə bildirmək. Mən keçən testdə də dedim ki, izahda da dedim ki, şagirdlə bağlı, valideynlə bağlı bir problem yaşamışıqsa əgər, istəyir şagirdin, nə bilim, davranışı ilə bağlı olsun, ya valideynlə bağlı, bunu ən son halda, ən maksimum hər şeyi etmişik, heç nə fayda verməyib, ən axırda rəhbərliyə deyə bilərik. Cavabların içərisində əgər şagirdlə bağlı bir problemdirsə, şagirdin özü ilə bunu müzakirə etməklə bağlı cavab axtarın. Valideynlə problemdirsə, valideyn özü ilə danışaraq çözüm həlli axtarmağa çalışın. Məktəb rəhbərliyi ən son hallarda bu kimi cavabları götürməyin. D-də də deyir, həmin valideynin övladına yüksək qiymət yazmaq, belə şey ola bilər. Hər gün ona 5 yazım ki, nədir mənlə yaxşı olsun. Bu da doğru deyil. Y-də deyir, valideynin oxuması üçün məktəb kitabçasını xəbərdarlığını etmək. Xəbərdarlıq etməyin özü də bir negativ hal kimi, yəni valideynin ürəyi açılmayacaq. Ən yaxşısı şagirdə irəliləyişlər haqqında məlumatlar göndərməkdir. Bəli. 9. Sinifdə davranışına görə müəllim şagirdi danlayır. Hərəkətlərindən nəticə çıxarmaq əvəzinə müəllimdən inciyən şagird dərsdə passivlik nümayiş etdirir. Bunu müşahidə edən müəllim davranışla bağlı hansı reaksiyanı verməsi yanlış hesab edilir. Uşağı danlayır, uşaq da bundan inciyir, başlayır dərsdə passiv olmağa. Müəllim nə hansı reaksiyanı verməsi, nə eləyərdi ki, burada yanlış addım olsun. A-da deyir ki, problemin həlli üçün vaxt verməlidir. Bu kimi hallarda həqiqətən də biraz izləmək, gözləmək, ona vaxt vermək səmərə verə bilir. B-də deyir ki, şagirdlə fərdi söhbət aparmaq. Bayaq da dediyim kimi, əgər problem yaranıbsa, ən yaxşı üsullardan biri uşaqla fərdi şəkildə müzakirə aparmaqdır. C-də deyir ki, şagirdin harda səhvə yol verdiyini başa salmalıdır. Bəli, bu da istiqamət şəkilli bir edə bilərik bunu, yönəldə bilərik. Bütün sinifə məsələni müzakirə etməlidir. Əsla olmaz. Bəli, bu kimi məsələlərdə ümumiyyətlə uşaqla bağlı, bayaq dediyim uşaqla olsun, valideynlə bağlı olsun, toplu şəkildə müzakirə, siniflə müzakirə o problemi daha da çoxaldacaq. Daha da qabardır. Bəli. Əksinə, qarşısını almaq əvəzinə daha da çıxılmaz bir yola salacaq. 10. Bir dəqiqə. Verilənlərə əsasən şagird kvadratın perimetrini hesablayır. Bu sualda... Hesablayırsa, burada prosedur olsa, bu da tətbiqdir də. Bu sual keçən il riyaziyyat müəllimlərinin sertifikasiyasına düşmüşdü. Çoxlu müzakirələr olmuşdu ki, bu niyə tətbiq deyil. Elə keçən ildən etibarən də biz tətbiqlə anlamanı fərqləndirməyə başladıq ki, əgər verilənlərə əsasən müəllim bir düstur verib, müəllim bir istiqamət veribsə, bu düstur ola bilər, bu bir nümunə ola bilər, bu bir göstəriş ola bilər və s. Əgər bir istiqamət varsa ki, bunu et, get hesabla. Bu anlama mərhələsi olacaq. Yox, əgər uşağa deyirəmsə ki, öyrəndiklərinə əsasən, öyrəndiklərindən istifadə edərək get, tutaq ki da, otağının perimetrini hesabla, otağının sahəsini hesabla. Uşaqlar, sahənin düsturunu öyrəndik, sahə ilə bağlı bütün dərsləri keçdik. Hər kəs getsin evdə, öz otağının, tutaq ki, sahəsini hesablasın. Uşaq gedib burada, bunu necə hesablayacaq, düsturdan mı istifadə eləyəcək, nə ölçərəkmi eləyəcək, nə edəcəksə, buna özü qərar verirsə, bu tətbiq etməkdir. Yox, əgər buradakı kimi verilənlərə əsasən nəsə vermişəm ona, o da ona baxır, bunun kvadrat perimetrini hesablayırsa, bu anlama səviyyəsidir. Yenə də deyirəm, bu keçən il riyaziyyat sertifikasiya sualıdır.
Yəni keçən ildən etibarən artıq bu qayda ilə götürürük. Yenə də təkrar edirəm, bir də bu ayrım var təhlildə, dəyərləndirmədə. Bunu da qarışdırmayaq. Faktlar əsasında, qayda əsasında, kitabdan oxuduğumuz bir məlumat əsasında, şagirdin öyrəndiyi məlumatı müəllimə izah edib faktla əsaslandırması təhlil etmə mərhələsidir. Yox, şagirdin öz düşüncəsidir, öz fikridirsə, müzakirəyə açıq bir mövzudursa, hərənin orada öz fikri ola bilərsə, bu zaman dəyərləndirmə mərhələsidir. Bunu da belə istədim tez bazar təkrar etmiş olaq. Belə. Bütün 9 dənə sual qəşəng gəldim cavablarına.